Yeni klinikanın reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin ginekologiya şöbəsində həkim mama ginekoloq işləyən Sevinc Məmmədova cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə Baş Prokurorluqdan məlumat yayılıb. Bildirilib ki, Sevinc Məmmədova tərəfindən icra edilmiş cərrahi əməliyyatı nəticəsində Günay Məmmədovanın ötən il mayın 18-də ölməsi faktı üzrə Bakı şəhəri Nizami rayon prokurorluğunda araşdırma aparılaraq Cinayət Məcəlləsinin səhlənkarlıq ağır nəticələrə səbəb olduğu maddəsi ilə cinayət işi başlanıb. İş üzrə keçirilmiş çoxsaylı ekspertiza rəyləri və əldə edilmiş digər istintaq dəlillərinə əsasən Sevinc Məmmədovanın ötən il mayın 6-sında yeni klinikada Günay Məmmədovanın üzərində icra etdiyi cərrahi əməliyyat zamanı texniki qüsur törətməsi və qanaxmanın mənbəyini aradan qaldırmaq üçün cərrahi müdaxiləni gecikdirməsi nəticəsində mayın 18-də xəstənin həmin klinikada ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyənləşib. Sevinc Məmmədova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilib. Barəsində istintaq orqanının qərarı ilə polisin nəzarətinə altına vermə növündə əsas, məhkəmənin qərarı ilə isə vəzifədən kənarlaşdırma növündə əlavə qəti imkan tədbirləri seçilib. Cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.